günlər ölkəmizin hər yerində müstəqil Azərbaycan dövlətinin qurucusu Öndər Heydər Əliyevin 90 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir. Biz də Təhsil Nazirliyi olaraq Mədəniyyət Nazirliyi və Axundov adına kitabxananın rəhbərliyi birgə Heydər Əliyevin adı ilə bağlı Heydər Əliyev və Azərbaycanda təhsil siyasəti adı altında bir tədbir keçirməyə qərar aldıq. Azərbaycanın Təhsil Naziri Misir Mərdanov işdən çıxarılıb. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov Təhsil Naziri təyin edilib. Qeyd edək ki, Mikayıl Cabbarov hazırda həbsdə olan keçmiş İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin dövründə nazir müavini vəzifəsində çalışıb. 2009-cu ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilmişdi. Onun sələfi Misir Mərdanov 15 ildən artıq idi ki, Təhsil Naziri vəzifəsində çalışırdı.